Ha valla az deyirəm. O gün deyirəm o televizorun pultunu oradan deyirəm dur ver mənə. Deyir nənə dur özün götür. Deyir mən bu cıpıtıdır nədir deyir onunla mən danışır. Hey diyen olmadı. Aha ye bizimki de öyle bütün gün ketçuptu nədir onunla danışır. Heç durmur ayağı bütün gün elə oradadır. Hatırlam baba bastı gel yemek yedi ama yana gelmiyor. Yemekteyim orada şöyle. Az yok ya çok pis vaxt, çok pis. Bu uşaqlar o telefonla başlarını qaldırabilmirlər. Deyirəm mən o gün mən burada göndərmək istəyirəm. Deyirəm o emojidi nədir? Siz bilirsiniz də onların bildiyi şeylərdir bunlar. Deyirəm mən ondan ver görüm. O da deyir ki ver sen nereden bilesin? Neren deyirsən git haberler var haberlerin dizim başlayıp da dizidir mizidir nədir o? O şey baxıram da o Taşacak nədir o? Baxmağa aha elədir. Mən də Dələ Çukurova'ya baxıram. Geçen defa kurtardım, öyle başladım bakmağa. Fakt deyirəm, nə qədər buna baxsan. Deyirəm, mən nəyə bax, mesela ki, ChatGPT-dir, nədir, onunla danışmayacağım ki. Mən bilmirəm elə şeyləri, valla. Mən Çukurovadır, bir də nə ona baxıram mən. Bizim vaxtımızda uşaqlar kitab oxuyardı. Teatrada bütün gün o qalın kitablardan, çit əlifbasından, indikilər o əlifbanı da bilmirlər. İndikilərə başqa şeylər çit çox, onları öyrədirlər indi. Yo, zamanı da, tamam dəyişib zamanı. Əvvəl belə deyildi. Biz oxuyurduq, kitablar oxuyurduq. Müəllim verirdi. İndiklərim var, onu sən oxumada hiç yazırdı, o dəftər var. Ha, o gün görəm otur belə divanda. Deyirəm abla sən nə qədər divanda oturasın? Deyirəm bir çıx arada bir çölə bir uşaqlarla top oyna. O gizdən qaçdı nədir biz oynayırdıq uşaq vaxtı. Bütün günü. Deyirəm dur çıx onlarla oyna. Nə qədər o çapla danışa fırladır belə əlbə deyəmir. Da orada belə nəyə baxırsa mən belə başa çabilmirəm. Əli deyəmir də bu uşaqların da bütün günü nəyəsə baxırlar, nəyəsə baxırlar. Ayrıca o Kiril əlifbasından olan kitablar qalmıyor va. Bizim vaxtımız idi, o müəllim verirdi evə oxumağa, gedirdin, gəlirdin mövzusuna. Mövzusuna 5 cümləyini danışırdıq qəşəng. Bizim vaxtımızda elədir də. Kitap verirler ama indi baxıra şuna deyirəm get dərs elə. Gələn gəl başıb televizor baxır. Deyirəm bala məsələ demədim dərs elə. Deyir dərsdə müəllim verib, kino verib. Müəllim baxmayı kino verib. Kino verirlər indi kitap yoxdur. Deyir müəllim baxmayı kino. Suruç Tayski qədələrə baxırlar. Elə bütün gün o telemiz orada o qədələr elə oxuyurlar, oynayırlar. Başım çıxmır mən, onlar ona niyə baxırlar? Bu qədələr şurada deyir, onlar qəşəng edir. Sən ki, deyirəm bala Eyüp Yaqubova qulağasın var. Bizim o cürə bəstəkarlarımız, müğənnilərimiz var. Rəşid Behbidov. Sonra deyirəm bala onlara qulağasın. Bu nədir belə? Ama ben de esirmek teşkil ederler. Bütün günü teyze orada okuyurlar, oynuyorlar. Bütün evde onların mahnıları gelir de. O zaman ben de bilirim onların mahnılarını. Ben de öğrettikler neterdi. Orada mahnısı var. Yuna ve du orasına hoşun gelirdi. Orası yadımda kalıp. Görsen. O kadar koyuflar ki onu bilirəm mən də. Sonsuza versən, bilirsən, overtrolar var, bilirsən mi? Oturub bizim qəşəng mahnılar var, bilirsən mi? Qoymuşam deyir, bu nə mahnısıdır? Mən dedim, mən qoymadım, dedim o yaz, dedi, bu nə mahnıdır qoydun? Tanımır.
Derim görünə gözəldir bizim mahnılar. Bir bax bunlara.